Hörmətli izləyicilər, bugün sizə Magistratura Tədris Mərkəzinin 16 noyabr 2025-ci il tarixdə keçirdiyi Alman dili üzrə mövzu sınaq imtahanı 2 sualların düzgün cavabına baxırıq. İlk olaraq dinləmə mətnindən başlayaq. Mətni dinləməliyik və 5 suala düzgün cavab verməliyik. Du Daniel, ich weiß überhaupt nicht, was wir nächste Woche an meinem Geburtstag machen könnten. Erzähl mal, wie hast du deinen letzten Geburtstag gefeiert? An meinem letzten Geburtstag waren wir doch im Kino. War okay, finde ich. Ins Kino möchte ich nicht gehen. Aber vielleicht machen wir sowas Ähnliches wie Oliver. Seine letzte Party mit Zelten am See war echt cool. Ja, die Party am See werde ich nie vergessen. Du kannst aber auch einfach eine Gartenparty machen wie Elisa. Mit leckerem Essen und schöner, ruhiger Musik. Ja, Elisas Party im Garten war auch schön. Wie wär's vielleicht mit Klettern? Das wollte doch auch Stella an ihrem Geburtstag machen. Ja, bei Stella in der Nähe gibt es eine große Kletterwand. Es war ihr aber zu teuer und sie hat uns dann in diese tolle Pizzeria eingeladen. Die Pizza war sehr lecker. Jetzt fällt mir ein, dass auch Petras Party sehr lustig war. Wir haben stundenlang getanzt. Ja, sie hatte eine tolle Liste mit Tanzmusik. Aber Karls Party war auch sehr lustig. Meinst du die Karnevalsparty? Nein, Karl lädt uns doch alle jedes Jahr in den Freizeitpark ein, wo es so viele Attraktionen gibt. Es ist immer lustig, mit dem Karussell oder mit dem Riesenrad zu fahren. Birinci sual. Was möchte das Mädchen wissen? Kız nəyi öğrenmək istərdi, nəyi bilmək istərdi? Variant E. Was kann das Mädchen an seinen Geburtstag machen? Kız öz ad günündə nə edə bilərdi? Nummer 2. Wie hat Daniel seinen Geburtstag organisiert? Daniel öz ad gününü necə təşkil etmişdi? C. Sie waren im Kino. Onlar birlikdə kinoya getmişlər. Nummer 3. Oliver hat den Geburtstag mit Zelten am See gefeiert. Oliver göldə, çadırlarda öz ad gününü qeyd etmişdi. Nummer 4. Was haben die Personen am Petras Geburtstag gemacht? Petra'nın ad günündə insanlar nə etmişlər? Sie haben ziemlich lange getanzt. Onlar kifayət qədər uzun müddət rəqs etmişlər. Nummer 5. Wo befinden sich viele Attraktionen? Bu çoxlu sayda attraksiyonlar harda yerləşir? In dem Freizeitpark. Freizeitparkda yerləşir. Növbə gəldi mətnə. Mətn çox qısa bir mətindir. Qısa olduğu qədər də asan mətindir. Nummer 6,1 6.1 Gesunde Ernährung bedeutet, dass man viel Fastfood isst. Nə vaxt ki, insan çoxlu fastfood yer, bu adlanır sağlam qidalanma, falsch. Obst und Gemüse sind gut für das Immunsystem. Meyvə tərəvəz immunitet sistemi üçün çox yaxşıdır, bəli, richtig. Süße Getränke wie Cola sind gesund und haben viele Vitamine. Kola kimi şirin içkilər sağlamdır və çoxlu vitaminlər var. Falsch. Doğru cavab falsch B variant. Ve 6.4 Bewegung ist auch wichtig, wenn man gesund leben möchte. Sağlam və gümrah yaşamaq istəyirsənsə, hərəkət etmək vacibdir. Bəli. Bewegung ist auch wichtig, vacibdir. A variantı. Wie viel Wasser sollte man laut Text jeden Tag trinken? Gün ərzində nə qədər su içmək lazımdır? Etwa 2 Liter, təxminən 2 litr. Nummer 8. Was passiert, wenn man zu oft Fastfood isst? Nə baş verə bilər əgər ki, tez-tez fastfood yesən? Man nimmt schnell zu. Sən tez bir zamanda, qısa müddət ərzində kökələcəksən. Zunehmen, kökəlmək, kilo almaq. Nummer 9. Tekstə uyğun olan cümləni tamamlayın. Wer sich gesund ernährt und sich bewegt, kim ki sağlam qidalanır və hərəkət edir, bleibt fit und fühlt sich besser. Fit qalır, gümrah qalır və özünü daha yaxşı hiss edir. 10-cu sualda 2 doğru variant seçməliyik. 2 doğru variantımız 3 və 5. Man sollte viel Obst und Gemüse essen, yuxarıda bunu qeyd etmişdi. Çoxlu meyvə və tərəvəz yemək lazımdır. 5. Bewegung ist wichtig für ein gesundes Leben. Sağlam həyat üçün hərəkət
Vacibdir. Bəli. İkinci mətnimiz ilk avtomobil olan Mercedes-Benz'in istehsalına, onun yayılmasına və məşhurlaşmasına gedir. 11.1 Der Motorwagen konnte nur wenige Stunden fahren, weil es damals noch keine Tankstellen gab. İlk mühərrikli avtomobil o vaxtlar yalnız bir neçə saat hərəkətdə ola bilərdi. Çünki o vaxtlar yanacaq dondurma məntəqələri yox idi. Die Tankstelle 7M, yanacaq dondurma məntəqəsi. Nummer 2. Karl Benz wollte sein Auto zuerst in Amerika verkaufen, weil es dort mehr Straßen gab. Karl Benz ilk olaraq öz avtomobilini Amerikada satmaq istəyirdi. Çünki orada daha çox küçə var idi. Yəni Almaniya nisbətdə daha çox küçə var idi. Falsch. B variant. Viele Menschen glaubten, dass der Motorwagen zu gefährlich sei, weil er zu schnell war. Çoxlu insanlar inanırdılar və yaxud da fikirləşirdilər ki, motorlu avtomobillər təhlükəli ola bilər. Çünki o çox sürətli gedirdi. Richtig. Tekstə baxda məlumat var idi. Der Motorwagen hatte einen großen Kofferraum, damit man auf Reisen viel Gepäck mitnehmen konnte. Mühərrikli avtomobil o vaxtlar çox böyük bir bagaj var idi ki, səyahətə çoxlu bagaj götürə bilərsən deyə. Variant falsch. Kofferraum yox idi. Warum machte Bertha Benz die erste lange Autofahrt? Nə üçün ilk uzun müddətli avtomobilə səyahət etmişdi Bertha Benz? Çünki sie wollte zeigen, dass das Auto funktioniert. O göstərmək istəyirdi ki, avtomobil yaxşı işlək vəziyyətdədir, yaxşı vəziyyətdədir, işləyir. Nummer 13. Wie kann man den dritten Abschnitt anfangen? Üçüncü abzası necə başlamaq olar? Aha, qayıdıq üçüncü abzasa. Deswegen waren viele Menschen überrascht und neugierig. Buna görə də hansısa bir hadisə olubdu. Odur ki, buna görə də bir çox insanlar təəccüblənmişdilər və maraqlı idilər. Yəni bu iş onlara maraqlı gəlmişdi. Nə üçün? Schon bald nach der ersten erfolgreichen Autofahrt wurde das neue Fahrzeug immer bekannter. Artıq ilk uğurlu avtomobil səyahətindən sonra yeni nəqliyyat vasitəsi deyək və yaxud da yeni avtomobil daha da məşhurlaşmışdı və buna görə də insanlar heyrətlənmişlər. E variantı uyğun gəlir. Warum machte Bertha Benz die lange Autofahrt? Nə üçün Bertha Benz uzun müddətli avtomobil səyahət etmişdi? Sie wollte das Auto überprüfen. Überprüfen, kontrollieren, prüfen, yoxlamaq istəyirdi. O, avtomobili yoxlaması. 15-də 2-dən variant seçməliyik. Doğru variantlarımız 1 və 2. Sie machte die lange Autofahrt, zu zeigen, dass das Auto praktisch ist. O, uzun müddətli avtomobilə səyahət etdi ki, göstərsin, avtomobil çox praktikdir və ihre Fahrt führte über 100 Kilometer von Mannheim nach Pforzheim. Onun 100 kilometrdən artıq olan səyahəti Mannheimdən Pforzheimə idi. Qrammatik suallara baxırıq. 16-cı sual. Welche Variante ist nicht korrekt? Düzgün olmayan variantı seçin. Was? Hast du heute Vormittag keine im Spielplatz laufen sehen? Nə? Sən bir gün nahardan əvvəl idman oyun meydançasında qaçan görmədin. Yəni, keine ya qadın cinsin göstəricisidir, cəmin göstəricisidir. A, B, C variantlarında cəmdədir isimlər. D variantında təkdə qadın cinsindədir diperson. Yalnız E variantında menş sözü kişi cinsindədir. Əgər keine menşən olsaydı doğru variant sayılmış olardı. Keine menş uyğun variant deyil. Uyğun variant Schüler, Mädchen, Jungen, Person. Bizdən də soruşur ki, uyğun olmayan variantı seçin. Yəni səhv variant. Səhv variantmış menşdir. 17-ci sual sinonim soruşur. Ab und zu manchmal tərcümə olunur. Yəni bəzən, arada bir. Gebrauchen, benutzen. Gebrauchen, benutzen, nutzen, verwenden, istifadə etmək mənasına gəlir. 18. Was hast du heute Vormittag keine Mensch im Spielplatz laufen sehen? 16-cı və 18-ci suallar texnik səhvlər üzbatında eyni suallar olubdur. Bunu göstərən üzrü xalqımızı bildiririk və 19-cu sual. Dieser neue Film ist in allen Städten der Republik vorgeführt worden. Pasiv cümləni aktiv cümləyə çevirmək lazımdır. İlk olaraq diqqətimizi xəbərə yönəldirik. Cümlədə 3 dənə xəbər varsa, perfekt pasiv deməkdir. Yəni, perfekt pasivi biz perfekt aktivə çevirməliyik. Aktiv formada isə 2 xəbər olur. Hat, vorgeführt. Bu yeni film Respublikamızın bütün şəhərlərində nümayiş olunmuşdu.
Bu yeni filmi Respublikamızın bütün şehirlerinde nümayiş ettiler. Aha, aktif zamanda man var. Pasifdə isə man olmur. 20-ci və nəhayət sonuncu sual. Düzgün variant seçmək lazım. Perfekt. Da ich gestern früh schlafen gegangen bin, fühle ich mich heute wohl. Dünən daha erkən yatmağa getdiyim üçün bugün özümü daha gümrah, daha yaxşı, daha sağlam hiss edirəm. Bu da cümlə olduğu üçün köməkçi feil, yəni bin feili cümlənin sonunda gəlməlidir. Cümlənin sonunda gəlir. Gegangen bin. Aha, ən doğru variant B variantıdır. O biri variantlar uyğunsuz variantdır.